Bir aparıcı paxıllığından dedi ki, həmkarlarının maşını bağı var. Biri elə özüm. Mən həftənin 7 günü işləyirəm. 20 ildir gecəm, gündüzüm yoxdur. Başımda tük qalmayıb. Mənim niyə bahalı maşınım olmasın? Bu sözləri Elgiz Əkbər aparıcısı olduğu Elgizlə izlə verilişində deyib. Elgiz paxıllığını çəkən həmkarlarından gileylənib. İnsan işləyir ki, evi maşını olsun. Sözü mənə atır. Dünən çıxan aparıcıların maşını var. Bizim niyə olmasın? Evdə əyləşmişik, işləmirik. Səhər saat 9-da evdən çıxıram, ən tez axşam saat 10-da qayıdıram. Paxıllığından partlayır. And olsun Allaha, ən bahalı maşını o sürür. Ən gözəl yerdə yaşayıb, ən bahalı ayaqqabılar, kostyumları geyinib. Elədiyi bir şey də yoxdur. Biz də zaman gələndə evdə oturub gənclərə baxacağıq. Mən indi utanmadan, qızarmadan yeni gələn aparıcılara dəstək olub, onlara motivasiya verməkdən, onu özüm kimi yetişdirməkdənsə belə danışım. İşləmək lazımdır, günümüz yoxdur. Pis mənada demirəm, minnət qoymuram. Bu mənim həyatımdır. Həmkarlarım da əziyyət çəkirlər. Kim əziyyət çəkirsə, Allah min bərəkətini versin. Tənbəllər də gedib işləsinlər. Nə qədər məsuliyyət daşıyırıq. Bu qədər xəstə müraciət edir. Onları həkimlərə yönəldirik. Onlarla maraqlanırıq. Sabah nəsə olsa aparıcının adı gedir.